Qeyd məhkəmə tərəfindən ləğv edilə bilərmi? Təcrübədə nadir halda rast gəlinsə də, bəzən işçilər işəgötürən tərəfindən onlara verilmiş töhmət və digər intizam tənbehləri ilə razılaşmadıqlarından məhkəməyə müraciət etmək üçün vəkillər üst tuturlar. Bununla bağlı qeyd etmək lazımdır ki, inzibati tənbeh verilərkən işəgötürən də Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilən bir sıra qaydaları nəzərə almalıdır. Əks halda həmin qaydalara riayət etməmək işçi tərəfindən məhkəməyə müraciət olunduğu halda həmin tənbeh tədbirinin ləğv edilməsi ilə nəticələnə bilər. Qeyd etməliyik ki, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən 1 ay keçənədək, törədildiyi gündən isə 6 ay keçənədək verilə bilər. Lakin bəzi hallarda təşkilat öz daxilində dəqiqləşdirmə aparanadək həmin müddətin ötürülməsinə səbəb ola bilir. Həmçinin intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Yəni işçi məzuniyyətdə, ezamiyyətdə olduqda ona intizam tənbehi verilə bilməz. Qeyd olunan hallara riayət edilmədikdə, işçi intizam tənbehinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsinə nail ola bilər.